Həzrət Əli əleyhissalam necə münacat eləyirdi? İlahi, izzətli olmağım üçün sənin mənə Rəbb olmağın kifayətdir. Məni özünə bəndə hesab eləyibsən. Mənim izzətim elə bundan ibarətdir ki, sən mənim Rəbbimsən. Xoş belə insanların halına ki, bu ehtiyacı öz yaşayışlarında tapıblar. Mümkündür insan bir ömür Allaha ibadət eləsin, namaz qılsın, səcdə eləsin. Amma əsl həqiqətdə Allaha ehtiyaclı olduğunu dərk etməsin. Düşünməsin ki, birdən mən Allahı tanımasaydım, onda necə ola bilərdi? İnsan mümkündür ki, namaz qılsın, amma bu ehtiyacı başa düşməsin. Amma xoş o insanların halına ki, namazları ilə yanaşı bu ehtiyacı da başa düşürlər ki, Allah olmasaydı, bu ibadət olmasaydı, namaz olmasaydı, mənim həyatım necə ola bilərdi?